İnşallah hər vaxtınız xeyir olsun. Biz sizlə bugün 24 mayda keçirilən 3-cü qruplar üçün keçirilmiş qəbul suallarının izahına başlayacağıq. Başlayaq artıq. Deməli, eradan əvvəl 4-cü min sonunda qədim Misirdə vahid dövlət yarandı. Nəyin nəticəsindədir? Yuxarı Misirin aşağı Misir üzərində qələbəsinin nəticəsində. D variantı bizim doğru cavabımız olacaq uşaqlar. NATOya 32-ci sualda deyir NATOya üzv qəbul olunması, konstitusiya qəbul edilməsi və Avropa İqtisadi Birliyinin yaradılmasına iştirak edilməsi hər üçü 2-ci Dünya müharibəsindən sonra hansı dövlətlərin oxşar cəhətidir? Burada uşaqlar biz götürəcəyik Fransa ilə APR-i. Niyə görə Fransa ilə APR? Məsələn, çünki 1957-ci ildə Avropa İqtisadi Birliyi yaradılmasında Fransa ilə APR iştirak etmişdi, Almaniya Federativ Respublikası. Yəni qalan iqtisadi birlik, məsəl üçün düzdür, Türkiyə NATOya daxil olub, amma Avropa İqtisadi Birliyi ona aid deyil və konstitusiyaya aid olsa da o aid deyil. Amma sırf elə burada Avropa İqtisadi Birliyinin yaradılmasına iştirak edən dövlətləri seçə bilsək, yəni onda cavabımız çıxır, elə Fransa ilə APR çıxır. Yəni Avropa İqtisadi Birliyi digər dövlətlərə aid deyil. 33-cü suala baxırıq. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov və Hüseyin xan Naxçıvanski haqqında məlumatlar istəyir. Rusiya çarının yeganə müsəlman yavəri olması, bu əlbəttə ki, Hüseyin xan Naxçıvanskiyə aid idi. Birinci Dünya müharibəsində Rus ordusunda xidmət etməsi, bu hər üçünün oxşar cəhəti olacaq. Rusiya paytaxtının toplarla müdafiəsi Əlağa Şıxlinskidə idi. İlk Azərbaycanda hərbi təyyarəçi Fərrux Ağa Qaybovdur. Bu heç birinə aid deyil. Georgi silahı isə demişdik ki, kimə aiddir? Səməd bəy Mehmandarova. Yəni 2-yə də Y variantı gedəcək. Cavabımız elə Y variantı olacaq. 1-ə C, 2-yə Y, 3-ə A, 4-ə də B. Y variantı doğru cavab olacaq. 34-cü sualda deyir ki, 16-cı əsrin ikinci yarısında Osmanlı dövləti üçün səciyyəvi idi. Köprülü Mehmet Paşanın islahatları olmaz. Bu 17-ci əsr olar. Ağqoyunlu qoşunların məğlub edilməsi, bu da 15-ci əsr olar. Səfəvi dövləti ilə yeni müharibənin başlaması. Bəli, 1578-ci ildə 2-ci Səfəvi Osmanlı müharibəsi 16-cı əsrin ikinci yarısına aiddir. Cavabımız olacaq 34-cü sualda C variantı. Sonra 35-ci sual xəritə sualıdır uşaqlar. Xəritədə ulduzla qeyd olmuş rayona aiddir. Yəni bura Kəlbəcərdir uşaqlar. Deyir ki, ərazisində paleolit dövrünə aid qədim abidə yerləşirdi. Bəli, Zar mağarası. 8 noyabrda azad olunan Şuşa idi. Ərazisində Orta Tunc dövrünə aid Göytəpə Urmiyadaydı. Ərazisində erkən Tunc dövrünə aid Sərkərtəpə Xaçmazdaydı. 2020-ci il noyabrın 25-də düşməndən azad olmuşdu. Bəli, Kəlbəcər. 15 noyabrda nəzərdə tutulmuşdu, amma 10 gün gecikmişdi. 1-5 doğru cavab. 3 tərəfli bəyannaməyə əsasən geri qaytarılmış rayonlarımızdan idi. 1-5 doğru cavabımızdır. Cavabımız B variantı olur. 36-cı sualda deyir, əsası Kəngərli tayfasının başçısı tərəfindən qoyulmuş bu xanlıq. Yəni, uzun-uzadı oxumuram. Kəngərli tayfası tərəfindən deyirsə, bilirəm ki, bu Naxçıvan xanlığıdır. Mətndə haqqında bəhs edilən xanlıqla İrəvan xanlığının ümumi cəhətləri. Yəni, Naxçıvanla İrəvanın ümumi cəhətləri nədir? Qarabağ xanlığından bəli, hər ikisi asılığı qəbul etmişdir. Hətta Bayat savaşından sonra Qarabağdan asılı vəziyyətə düşmüşdülər. Rusiya ilə Georgiyevsk müqaviləsini Quba Lənkəran imzalamışdı. Keçmiş Çuxursəd Bəylərbəyli ərazisindəydilər. Bəli, 1-3 doğru cavabdır. Türkmənçaya əsasən Qacarların tərkibində Cənubi Azərbaycan qalmışdı. Şimali Azərbaycan, İrəvan, Naxçıvan da daxil olmaqla Rusiyanın tərkibinə vermişdi. 1 və 3 bizim doğru cavabımızda D variantı olacaq cavabımız. 13-cü əsrin 30-cu illəri və 50-ci illərin ortaları tarixində Azərbaycan üçün səciyyəvidir. Uşaqlar, 1239-dan 1256-cı ilə qədər nə baş vermişdi? Azərbaycanda Ali Monqol Xaqanlığının hakimiyyəti. Deməli ki, bizdə cavab nə olacaq? Ali Monqol Xaqanlığının canişinləri tərəfindən idarə olmaz. C variantı bizim doğru cavabımız olacaq. Qalanları onsuz da heç biri aid deyil. 38-ci suala baxırıq. 38-də deyir 19-cu əsrin 50-ci illərində Şimali Azərbaycan üçün səciyyəvidir. Dövlət kəndlərinin köçmə hüququnu ləğv elə cavabımız bu olacaq 1853-cü ildə. 39-cu suala baxırıq. 39-cu sualda deyir Azərbaycanda xilafət dövründə vergilər. Hansıları idi? Xərac, torpaq vergisi, ciziyyət, can vergisi. A variantı doğru cavabımız olacaq. 40-cı sualda deyir ki, Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisə nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Hadisə deyir ki, Məsləhət Məclisinin seçkilər haqqında əsasnamənin qəbul edilməsi 1919-cu ildə, parlamentin fəaliyyətə başlaması 1918-ci il 7 dekabr tarixində. Deməli, bir aid ola bilməz. Bakının işğaldan azad edilməsi. Deməli, 1918-ci il 15 sentyabr Milli Şura fəaliyyətini dayandırdı 16 iyun tarixində. Yəni, daha əvvəl idi. Daha doğrusu 17 iyun tarixində artıq qərar əsas. 17 iyun tarixində. Deməli,
Bu daha əvvəl idi. Yəni ola bilməz. Mudros müqaviləsinin imzalanması nəticəsində Osmanlı nəinki Naxçıvanı, hətta Azərbaycan torpaqları işğal etdiyi bütün torpaqları tərk etdi. 3. Əsgəran yaxınlığında döyüşün baş verməsi milli ordumuzun hissələri erməni dəstələri məğlubiyyətə uğratdı. Doğrudur. 1920-ci ildə baş vermiş Əsgəran döyüşündə ordumuz qalib gəlmişdi. 3-4 doğru cavabdır, D variantı. Qaraqoyunlu hökmdarı Qara Yusif və Səfəvi şahı 1-ci Təhmasibin oxşar cəhətini istəyir. 41-ci sualda Teymurilər dövləti ilə müharibə Təhmasibdə yox idi. Çünki heç onda Teymurilər yox idi. Osmanlı dövləti ilə sülh müqavilə Qara Yusifdə yox idi. Şirvanşahlar dövləti ilə müharibə bəli. Qara Yusif 1412-ci il Kür döyüşü, Səfəvi şah Təhmasib isə 1538-ci ildə süquta uğratmışdı. Deməli, 42-ci sualda deyir ki, hadisələrin hansıların yerini dəyişdikdə düzgün xronoloji ardıcıl alınır. Deməli, Pişəvərinin başçılığı milli hökumət yaradılmışdı 1945-ci ilin dekabrında. Xiyabani başçılığı milli hökumət yaradılmışdı 1920-ci ilin iyununda. Dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdən neft çıxarılması 1949-cu ildə neft quyuları fontan vurdu. Azərbaycan SSR-də Konstitusiyaya dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin əlavə edilməsi 1956-cı ildə İmam Mustafayevin dövründə. Burada 1 ilə 2-nin yerini dəyişsək, A variantı bizdə doğru cavab olacaq. 19-cu əsrin ikinci yarısında Şimali Qafqaz və Mərkəzi Asiya tarixlərinin ümumi cəhəti nə ola bilər? Yəni 1867-də Şimali Qafqazın işğalı, 1895-ci ildə isə Mərkəzi Asiyanın işğalı başa çatdırıldı və bu olacaq əlbəttə ki, onların Rusiya tərəfindən işğal edilməsi B variantı. 17-ci əsrdə 44-cü suala baxırıq. 17-ci əsrdə Səfəv-Osmanlı müharibələrinə aid deyil. Səfəvi dövlətinin Hörmüzü azad etməsi bu Səfəv-Osmanlı müharibələrine aid deyil. Bu uşaqlar Portuqaliyadan azad olmuş. Topluda səhv eləmirəmsə belə bir suala rast gəlmişik. Belə bir sual olmalıdır. Amma Osmanlı Krım hərbi qüvvələri məğlubiyyətə uğratmışdı 1618-ci ildə. Qəsr-i Şirin müqaviləsi 1639, Şah 1-ci Abbas Təbrizi 1603-də azad etmişdi. Sufyan döyüşü də 1605-ci ildə Səfəvilər qalib gəlmişdilər. Daha sonra deyir ki, Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aid deyil. Uşaqlar, burada sultan titulunun qəbul edilməsi olacaq. Yəni, bu sultan titulunun qəbul edilməsi Qızıl Arslana aiddir. Məhəmməd Cahan Pəhləvana aid deyil. 46-cı sualda deyir ki, Xəzər xaqanlığından fərqli olaraq Uyğur xaqanlığı Xəzərlərdən fərqli olmalıdır. Uyğura aid seçdiyimiz məsələ. Deməli, Uyğur xaqanlığı 7-ci əsrdə meydana gəlməyib. 744-cü ildə meydana gəldi. Uyğur xaqanlığında Sasanilərə qarşı mübarizə yox idi. Uyğur xaqanlığında Sasanilərə qarşı mübarizə ola bilməz, çünki Sasanilər 651-ci ildə süquta uğrayıbdı. Yəni, birə A ilə B-ni götürə bilmərik. Çin imperatorundan ipəklə tarac alması bəli, fərqli idi. Birə C-ni götürəcəyik, birə C. Qaraxanlı dövləti indi Xəzərdən fərqli olmalıdır. Ərəb xilafəti ilə müharibəni Xəzər aparıbdı. 11-ci əsrdə 2 hissəyə parçalanıb, bəli, Qaraxanlı dövləti, B, Göytüş xaqanlığının parçalanması nəticəsində yaranmışdı Xəzər xaqanlığı. 1-ə C, 2-yə B, Y variantı 46-cı sualda olacaq. Yəni, Y variantı bizim doğru cavabımız olacaq. 47-ci sualda deyir ki, Roma sərkərdəsi Pompeyin Albaniyaya hücum etməkdə məqsəd nə idi? Hindistanla Qaradəniz sahillərini birləşdirən iqtisadi yollarını ələ keçirməsi. Bu da təkrar suallardan biridir. Elə A variantı bizim doğru cavabımızdır. İkinci Qarabağ müharibəsi Vətən müharibəsi dövrünə aid deyil. Aldacı taktika ilə Ermənistanın hava hücumundan müdafiə sistemləri məhv edilmişdi. Qarabağ mücrüsündən söhbət gedir. Hadrut qəsəbəsinin azad edilməsi Şuşaya hücum üçün əlverişli şərait yaranmışdı. Hadrut Şuşanın açarı idi. BMT Təhlükəsizlik Şurasının ölkəmizin əleyhinə qətnamə qəbul etməsi. Qətnamə qəbul etmədi. Hətta qoşulmama hərəkatı buna imkan verməmişdi. C variantı bizim doğru cavabımız olacaq. Amma Qarabağ mücrüsü var idi, bəli, canlı qüvvə etkisini minimuma endirmişdi. Azərbaycan istehsalı olan zərbə pualarına istifadə olunmuşdu. 49-cu sualda 7-ci əsrin 40-cı illərindən fərqli olaraq 7-ci əsrin 50-ci illəri Albaniya dövləti üçün səciyyəvidir, deyir. Deməli, Xəzər xaqanlığı ilə müqavilə imzalaması belə bir şey yox idi. Xilafətə verilən vergilərin 3/1-ə qədər azalması, bu da 667-670-ci illərdir. Daxili müstəqil ləğvi 705-ci ildədir. Bir də 516-129-cu illər aralığı var, o başqa indi, o da düşmür yəni. Sasani dövləti ilə sülh müqaviləsinin imzalanması, bu da yox idi. Bizans imperatoru ilə ittifaqın yaradılması, bəli, 654-cü ilə aiddir, amma 7-ci əsrin 40-cı illərində belə bir şey yox idi. Yəni, cavabımız Y variantıdır. Heydər Əliyevin birinci prezidentliyi dövrünə aiddir. Manatın dövrəyə buraxılması onun dövründə deyil, 92-ci ildə idi. Amma
manatın yeganə ödəniş vasitəsi olması olsaydı götürərdik. Yəni biri götürməyəcəyik. Strateji əhəmiyyətə malik Horadisin azad edilməsi 94-cü ildə idi. Torpaq islahatı haqqında qanun 96-cı ildə idi. Yəni 2 ilə 3 doğrudur. Çünki Heydər Əliyevin birinci prezidentliyi 93-98-ci illərdir. Azərbaycan BMT-yə 92-ci martında üzv qəbul olunub. Yəni bu da düşməyəcək. 2 və 3 bizim doğru cavablarımızdır. 51-ci sualda deyir, xəritədə rəqəmlərlə verilən ərazilər üçün doğru olmayan. 5-də deyir, Bizans İmperatoru Justinian tərəfindən işğal edilmişdir. Yəni Vandal krallığını işğal etmişdi Justinian. 5 doğru olacaq Şimali Afrikada Vandal krallığını. 2-də deyir, Frank hökmdarı Hlodvig tərəfindən işğal olunmuşdur. Bu uşaqlar səhv olacaq. Niyə səhv olacaq? Çünki Hlodvig dövlətin rəhbəri olduğu dövrdə 2 nömrəli ərazini, yəni İtaliya ərazisini işğal etməyibdi. Yəni bu yox idi Hlodvigin hakimiyyət dövründə. Və Bizans İmperiyası paytaxtı 4 nömrəli ərazi var idi. Yəni söhbət Konstantinopoldan gedir. 8-ci əsrin əvvəllərində İspaniya, yəni 1 nömrəli ərazi tutulmuş tərəflər tərəfindən. 3 nömrəli ərazi, yəni Misir Bizans İmperiyası üzərində qələbə nəticəsində ələ keçirilmişdi. 52-ci sualda deyir ki, 19-cu əsrin 20-ci illərində Şimali Azərbaycanın işğalını başa çatdırdıqdan sonra Çar Rusiyası ölkəmizdə xammal istehsalının artmasına çalışırdı. Bununla bərabər hər hansı bir məhsulun tam istehsalını Azərbaycanda həyata keçirməsini istəmirdi. Yəni müstəmləkə iqtisadi siyasəti həyata keçirirdi. Və deyir, bütün bu verilənlərə əsasən Rusiya nəyə nail olmaq istəyirdi? Neft sənayesində xarici kapitalın üstünlüyünün qarşısını almağa bu səhvdir. Müstəmləkəçi iqtisadi siyasəti tətbiq etməyə çalışırdı, bəli. Və ölkəmizi özünün ucuz xammal bazasına çevirməyə çalışırdı. 2 və 5 bizim doğru cavabımız olacaq. Çünki buradan anlayırıq şu uşaqlar mətnindən. Bu müstəmləkə iqtisadi siyasət həyata keçirir. Müstəmləkə iqtisadi siyasət isə bu necə olacaq? Ucuz xammal bazası, bahalı satış bazarı. Yəni 2-5 bizim doğru cavabımız olacaq. 53-cü sual. Neolit və eneolit dövrlərinə aid oxşar cəhətlər. Əkinçilikdə toxadan istifadə edilməsi, toxa neolitdə yaranmışdı, eneolitdə də var idi. İlk şəhər məskənləri orta tunçlu götürməliyik. Saxsı qablarının hazırlanması neolitdə başlamışdı, eneolitdə də var idi. Süni suvarma götürməli erkən tunçlu. Təsərrüfatda daş alətlər, bəli, həm neolitdə, həm də eneolitdə var idi. 1-3-5 doğru cavabımızdır. 54-cü sual. Xronoloji ardıcılığı müəyyən edin. Şirvanşahlar dövlətinin paytaxtının Bakıya köçürülməsi 1192-ci ildə, Böyük Səlcuq dövlətinin paytaxtı Riyə köçürülməsi 1043-cü ildə, Teymurlar dövlətinin paytaxtının Herat şəhərinə köçürülməsi bu Şahruxun dövründə olacaq, yəni 1409-cu ildə hakimiyyətə gəlmişdi. Osmanlı dövlətinin paytaxtının Bursa şəhərinə köçürülməsi, bu isə Orxan Qazinin hakimiyyət dövründə olacaq. Orxan Qazi 1326-cı ildə hakimiyyətə gəlmişdi. Bursada 1329-da paytaxt olmuşdu. Yəni burada cavabımız olacaq 2, 1, 4, 3. Doğru cavabımız olacaq. 55-ci suala baxırıq. Hadisə və nəticə əlaqələrinə aid uyğunluğu müəyyən edin. Prut çay sahilində müqavilənin imzalanması Rusiya Azov qalasını Osmanlı dövlətinə qaytarır. Düzdür. Doğru cavabdır. Çünki Azov qalası 17-ci əsrin sonlarında cənub yürüşündə tutulmuşdu, amma 1711-ci ildə Azov qalası geri qaytarılır. Hətta 12-ci Karlın öz ölkəsinə qayıtmasına da icazə vermişdi. 1783-cü ildə Parisdə sülh müqaviləsinin imzalanması İngiltərə ABŞ müstəqilliğini tanıyır. Bu da düzdür. Nezbi döyüşün baş verməsi, ABŞ-da istiqlaliyyət bəyannaməsinin qəbul edilməsi bu səhvdir. Nezbi döyüş 1645 İngiltərəyə aiddir. ABŞ-da istiqlaliyyət bəyannamesi 1776-cı ildə bu ABŞ tarixidir. İkinci Yekaterinanın hakimiyyətə gəlməsi Rusiyada mütləqiyyət quruluşu zəiflədi. Bu səhvdir, əksinə güclənmiş ola bilər. 17-ci əsrdə 30 illik müharibə baş vermişdi. Bəli, 1648-ci illərdə Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçdi. Bu da doğrudur. Yəni 1, 2, 5 bizim doğru cavabımız olacaq. 56-cı sualda deyir ki, Rəvvadilərlə Şirvanşahların oxşar cəhət olsun, Salarilərdən fərqli xüsusiyyətlər olsun bunların. Yəni elə olsun ki, Rəvvadilərlə Şirvanşahlara aid olsun, amma Salarilərə aid olmasın. Ərəb mənşəli sülalə tərəfindən yaradılması. Deməli, bu doğru cavab olacaq. Hər ikisinin oxşar cəhətidir. Böyük Səlcuq dövlətindən asılı olması. Bu Rəvvadilərlə Şirvanşahların oxşar cəhətidir. 1054 Rəvvadilər, 1066 Şirvanşahlar və amma Salarilərdə yoxdur. Slavyanların hücuma məruz qalması. Bu Salarilərdə var idi 944-cü ildə, yəni Salarilərdə də var idi. Dəbil əmirliyinin özünə birləşdirilməsi, yəni Dəbil əmirliyi 951-ci ildə yaradılmışdı. Salarilərin tərkibində idi Dəbil onsuz da.
Çünki Salarla bütün Azərbaycan ərazisini əhatə edir. 1-2 doğru cavabımız olacaq. 57-ci sualda döyüşləri verib və bizdən oxşar hansı dövlətə aid olduğunu, yəni uyğunluğu istəyir. Otluqbeli aid idi, Osmanlı ilə Ağqoyunlular arasındaydı. 1473-cü ildə Osmanlı qalib gəlmişdi. 1-ə A ilə D gedəcək. Mərv döyüşü Səfəvilər ilə Şeybanilər arasındaydı. Şeybanilər yoxdur, ona görə də elə Səfəvilər götürəcək. 2-ə də C gedəcək. 1-ə A, D, 2-ə C. Mənbədə isə deyir ki, Eradan əvvəl 5-ci yüzilliyin ikinci yarısında Yunan şəhər dövlətləri 2 rəqib düşərgəyə bölündü. Tezliklə onlar arasında müharibə başladı. Peloponesin çoxlu saylı ordusu Attikaya soxuldu və mərkəzi şəhəri viran etdi. Yəni söhbət burada uşaqlar nədən gedir? Söhbət Afina-Sparta müharibəsindən gedir. Və deyir 58-ci sualda deyir ki, mənbədə bəhs olunan müharibədə qalib gələn dövlətin adını yazın. Pelopones müharibəsində, yəni Afina-Sparta müharibəsində Sparta qalib gəlmişdi. Mənbədə bəhs olunan müharibənin başlamasının bir siyasi və bir də iqtisadi nəticəsini, səbəbini daha doğrusu yazmalıyıq. Siyasi deyə bilər ki, Yunanistanda ağalıq uğrunda mübarizə, iqtisadi deyə bilər ki, məsəl üçün dəniz ticarəti uğrunda mübarizə. 60-cı sualda deyir, haqqında bəhs olunan müharibənin verilməyən 2 nəticəsini yazın, mənbədə verilməyən 2 nəticəsini yazın. Yəni Spartanın qalibiyyəti ilə başa çatdı, Afina dəniz ittifaqı dağıldı və gələcəkdə Makedoniyanın Yunan şəhər dövlətlərinin tənəzzülündən gətirib çıxardı. Gələcəkdə Makedoniyanın Yunan şəhər dövlətlərini məğlub edib özündən asılı vəziyyətə salmasına gətirib çıxardı. Uşaqlar, bu qədər ümidvaram ki, izahım aydın oldu. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.